Bir daha xoş gördük, hörmətli izləyicilər. Yenə də mövzu qara rəngdən olacaq. Çoxlu sayda insanların, həddindən artıq çoxlu sayda insanların verdiyi rəy əsasında mən qara rəng haqqında bir daha izahat vermək istəyirəm. Mən bilirsiniz ki, Çin təbabəti, Tibet təbabəti haqqında təlimlər keçirəm və insanları maarifləndirirəm və həm də bu ölkələrdə, bu şəhərlərdə olmuşam. Onların adət-ənənələrinə tanış olmuşam. Ümumiyyətlə onlarda elə qaydalar var ki, çox belə güclü tələb olunan qaydalar var ki, onlar mütləq həmin qaydalara əməl edirlər. Düzdür, onlar buddistdirlər və onların adətləri, qaydaları tamamilə fərqli ola bilər, amma onlar da bizim kimi inandığı bir varlıq var onlarda da. Yəni enerji qanununa çox güclü inanırlar. Və bilirsiniz ki, meridian terapiya, meridian kanallarında olan enerjinin axını və çakralar haqqında da Çinlilərin, Hindistanlıların gözəl və tələb olunan, tələbkar adətləri var ki, və çakraların 7 çakranın rəngində heç birində qara rəngi yoxdur. Maraqlıdır. Kök çakra qırmızı, sakral çakra qəhvəyi, mədə çakrası sarı, qəlb çakrası yaşıl, boğaz çakrası mavi, üçüncü göz çakrası bənövşəyi, təpə çakrası tünd göy rəngindədir. Və bu gördüyünüz kimi 7 rəngi, 7-də də göy qurşağı rəngi var, amma qara rəng yoxdur. Məlum olur ki, ümumiyyətlə qara rəng bütün rənglərin bircə qarışığından əmələ gələn rəng sayılır və qara rəng bütün negativ enerjiləri özünə cəzb edir. Hesab edin ki, siz bütün bədən boyu papaq qara, palto qara, şarf qara, köynək qara, qalstuk qara, ayaqqabı qara, hamısı qaraya geyib bürünmüsünüz və daim də bu rəngdəsiz. Deməli, siz bütün negativ enerjiləri bu qara rəng özündə saxladığı üçün o sənə də artıq enerji mənfi təsir edə bilər. Ona görə qara rəngi mən demirəm tamamilə yox olsun, istifadə olunmasın. Çox zövq verici və maraqlı bir rəngdir, amma qədərində olsun. Necə ki biz deyirik, suyu da çox içəndə bizə artıqlıq edə bilər, rəngin də artıqlığı var. Çünki hər bir rəngin öz enerjisi var, hər bir rəng öz çakraya və meridian kanallarına, akupunktur nöqtələrə təsir qüvvəsi vardır ki, biz bu rənglərin də nizamlanmasında həyatımızda bu məsələlərə baxmalıyıq. Necə ki, biz toy edəndə hamımız rəngli geyinirik, amma İraq yaş olanda qaraya bürünürük. Ona görə bürünürük ki, o mənfi enerjini qara özünə utsun, sonra həmin qara paltarı biz çıxardaq, tullayaq. Amma mənfi enerjini udan qara paltarı bədənimizə saxlayaraqsa, o enerji sonra bizim təzədən özümüzə qayıda bilər. Sağ olun, enerjinizi qoruyun.